Azərbaycanımızın Talış oğlu olan iki dəfə Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanov 1910-cu il yanvarın 22-sində Lənkəran şəhərində anadan olmuşdur. İbtidai təhsilini şəhər bir saylı orta məktəbində alıb. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929-cu ildə oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. 2 illik təhsildən sonra Kotovsk adına 3-cü Bessarabiya süvari diviziyasında vзвод komandiri kimi fəaliyyətə başlayıb. Həyatı haqqında məlumatlar genişdir. Gəlin, dahi şəxsin şəcərəsinə nəzər yetirək. Həzinin atası Əhəd kişi, rəsmi adı Əbdüləhəd, 1879-1923, Talış diyarının gözəl və qədim kəndlərindən biri olan Qamatük, Gərmətük kəndində anadan olmuşdur. Əhəd kişinin ata-babadan olan mülkləri həm də Lənkəran şəhəri Böyük Bazar hissəsində olmuşdur. Əhədgilin kənddə ata-baba məhəlləsi Qəqiroba idi. Qəqiroba məhəlləsində bir neçə nəsillər yaşayırdılar. Onlar içində həmçinin Aslanovlar nəsli də var idi. Əhədin 2 həyat yoldaşı olmuşdur. Biri Ribabə xanım, ondan Abbasqulu doğulmuşdur. Digər xanımı Nüşavərin Kərbəlayı Bağır qızı Lənkəran şəhərində, ondan Həzi, Asiyə, Kərəməli, Hacıbaba, Tamara adında övladları olmuşdur. Əhədin atası Hacı Mirzə Sultan idi. O, 1838 təqribən 1915-ci illərdə yaşamışdır. Hacı Mirzə Sultan çox ziyalı şəxs və Talış diyarının tacirlərindən biri idi. Talış dilindən savayı Rus və Azərbaycan dillərini bilirdi. Lənkəran usul işini bitirmişdir. Lənkəran şəhərində öz dükanı var idi. Həmin dönəm Lənkəran qəzasının ziyalı şəxslərindən biri olmuşdur. Hacı Mirzə Sultanın Həsən, Kərbəlayı İsmail, Hacı Hüseyn, Məmi, Səməd və Əhəd adında övladları olmuşdur. Hacı Mirzə Sultanın atası Gərmətük kəndinin varlı şəxslərindən biri olan, həm də diyarın tacirlərindən olan Məşədi Mirzə Həsən idi. Məşədi Mirzə Həsən təqribən 1780-1860-cı illərdə yaşamışdır. Mirzə Həsən Lənkəran şəhərində özünə dükan açır və ticarətlə məşğul olmuşdur. Sənədlərə əsasən Çar dövründə dövlət qulluqçusu sayılmışdır. Məşədi Mirzə Həsənin övladları Əmir Səhəd, Əmirxan, Əmircan, Əmir Aslan, Şahsuvar, Xansuvar adlı övladları uşaq vaxtında vəfat edib və Sultan, yəni Mirzə Sultan adlı daha bir övladı var idi. Məşədi Mirzə Həsənin atası Hacı Əmir Aslandır. Talışca onun adı Əmir Oslan idi. Hacı Əmir Aslan təqribən 1750-ci ildə Talış xanlığının Gərmətük kəndində anadan olmuşdur. Öz dövrün nəhəng şəxslərindən biri olmuş Qəqironujun tayfasının ağsaqqalı olmuşdur. Hacı Əmir Aslan Səhəd bəyin oğlu olmuşdur. Səhəd bəyin bir neçə ləqəbi var idi. Səhəd bəy Penə Miyankuh mahalının Qəqiron, yəni Gəgiran kəndində yaşamışdır. Səhəd bəy haqqında bir neçə rəvayət mövcuddur. Səhəd bəyin nəslindən olanlar Varsamon kəndinə köçmüş, digəri isə Qamatük kəndinə getmişlər. Varsamon kəndində yaşayan nəsilləri Mışqəmi, Hışqədərə kəndlərinə köçmüşlər və Varsamonojon adı ilə tanınırlar. Hacı Əmir Aslanın ulu əcdadları Talışlar Qoluş etnoqrupuna aid Varsamon nəslindəndirlər. Varsamon nəsli orta əsrlərdə Talışda Dırıq mahalının və Ərkivan mahallarının hakimlər nəsli olmuşdur. Əmir sözü də nəsildə məhz ona görədir.